Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Mikayıl Cəbrayılovun anadan olduğu gün oğludur. Mikayıl Cəbrayılov 1952-ci ildə 27 apreldə Şəki rayonunda anadan olmuşdur. Onu da qeyd edin ki, Mikayıl bir qəhrəman ailəsində anadan olmuşdur. Mikayılın atası Fransanın milli qəhrəmanı idi. 45-ci ildə göstərdiyi qəhrəmanlığa görə ona Fransanın milli qəhrəman adı verilmişdir. Mikayıl orta məktəbi Şəkidə bitirdikdən sonra milis orqanlarına qəbul olmuşdur. Milis orqanlarında çalışdıktan sonra leytenant rütbəsi alaraq sahə müvəkkili vəzifəsinə təyin olmuşdur. 1990-cı illərdə Birinci Qarabağ müharibəsi başladığı zaman öndə döyüşən polis idi və Mikayıl da bir polis əməkdaşı kimi müharibəyə göndərildi. Torpağımızı işğaldan azad etmək və qorumaq üçün müharibəyə göndərildi. Mikayıl bir çox döyüşlərdə kitle lider göstərmişdir. Bəs buna görə də düşmənin kabusunu çəkmişdir. Lakin 1990-cı ildə 15 dekabrda Mikayıl öz döyüş yoldaşları ilə mühasirəyə düşür və mühasirədə qalan döyüş yoldaşlarını xilas edərkən özü yaralansa da lakin son gündəsinə qədər döyüşərək şəhid olmuşdur. Biz də Azərbaycan Respublikası Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq gündəsində qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edir. Allah rəhmət etsin.